Salam əzizlərim, bugün qrup yoldaşımın nişanı üçün Tərtərə yollanırıq. Neçə vaxtdır bu günü səbirsizliklə gözləyirdik, axır ki gəlib çatdı. Burada hələ yolda bir şeylər atışdırıram. Gedib çatandan sonra saçımızı başımızı düzəltdik, makiyajımızı elədik, paltarımızı geyindik. Bu da mənim lookumun tam halıdır. Toya nişana ayrıca dəvət ediləndə insan həqiqətən böyüdüyünü anlayır. Buradan Fidanıma ömür boyu sürəcək xoşbəxtlik arzulayıram. Bu arada makiyajımı özüm eləmişəm, nə düşünürsünüz? Son toxunuşları da həll eləyəndən sonra yavaşdan şadlıq sarayına yollanırıq. Ayna görən kimi tez qabağında video çəkirəm. Pencəyimlə ayaqqabımı bir-birinə uyumlu seçmişdim. Nişan konfetini göstərmişkən yeməklərdən danışım. Sadəcə möhtəşəm idi, yəni dadlarına söz ola bilməzdi. Daha sonra tortumuzu kəsirik, üzüyümüzü taxırıq. Mən də dostluq görəvini yerinə yetirərək bu kadrları videoya alıram. Təsəvvür eləyin, sadəcə 2-3 saat yatmışdım gecə, həm də 8 saat biz gediş-gəliş yolda olmuşduq. Onunla belə çox enerjili hiss eləyirdik və çox əyləndik. Sonra sırayla üzüyü çevirmə adətini biz də elədik. Düzü bilmirəm işə yarayır yoxsa yox, zaten əyləncəsini eləmişdik. Qısacası çox maraqlı keçdi və həmişə yadımızda qalacaq. Buradan hamınızı öpürəm. Sağ olun.